Gəncədə bir-birinə bitişik evlərdə yanğın olub. APA TV-nin yerli bürosunun məlumatına görə, hadisə bugün səhər saatlarında şəhərin Faiq Bayramov küçəsində qeydə alınıb. Belə ki, şəhər sakini 1974-cü il təvəllüdlü Zemfira Əliyevaya məxsus ümumi sahəsi 90 kvadrat metrə yaxın olan fərdi yaşayış evində anidən yanğın başlayıb. Yanğın qonşuluqdakı 1958-ci il təvəllüdlü İntizam Əliyeva və 1971-ci il təvəllüdlü Elmir Quliyevə məxsus evlərə də keçib. Nəticədə Zemfira Əliyevaya məxsus ev tamamilə yanıb, digər evlərin isə dam örtüyünə zərər dəyib. Yanğın nəticəsində ümumi sahəsi 90 kvadrat metr olan evin yanar konstruksiyaları, ümumi sahəsi 120 kvadrat metr olan evin dam örtüyünün yanar konstruksiyaları 40 kvadrat metr sahədə və ümumi sahəsi 216 kvadrat metr olan evin dam örtüyünün yanar konstruksiyaları 40 kvadrat metr sahədə yanıb. Evlərin qalan hissəsi və bitişik evlər yanğından mühafizə olunub. Qonşuda yandı, qonşudan bizə keçdi. Böyük hay yaşansı böyük. Buradan çıxdı, hay yaşamaq mümkün deyil. Hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin, Dövlət Yanğından Mühafizə Xidmətinin, Gəncə şəhər Yanğından Mühafizə İdarəsinin 6 yanğın söndürmə texnikası və 40-a yaxın şəxsi heyəti cəlb olunub. Yanğın yanğınsöndürənlərin müdaxiləsi nəticəsində daha böyük sahəyə yayılmasına imkan verilmədən söndürülüb. 260 kvadrat sahədə digər 4 qonşu evlər tərəfimizdən mühafizə olunmuşdur. Qeyd edim ki, ilk olaraq yanğın yerinə çatdıqda Qazdan Tütən Mühafizə Xidmətinin əməkdaşları manqalar şəklində evdə hər hansı bir şəxsin qalıb-qalmamasını yoxlamışdır. Bundan sonra isə həlledici istiqamət olaraq yayılmanın qarşısı, daha sonra isə söndürülmə tərəfimizdən yerinə yetirilmişdir. Qeyd edək ki, yanğın baş verən Zemfira Əliyevaya məxsus evdə kirayəçi yaşayırmış. Xoşbəxtlikdən yanğın zamanı xəsarət alan və tüstüdən zəhərlənən olmayıb. Baş vermiş yanğın hadisəsi ilə bağlı araşdırma aparılır. Fuad Nazimoğlu, Elşad Cəfər, APA TV, Gəncəv.